وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ فَمِنْهُم مَّنْ هَدَى اللَّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةُ فَسِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ. الحمد لله رب العالمين والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين كالمبتدعة والمشركين وأشهد أن لا إله إلا الله وحده لا شريك له إله الأولين والآخرين وقيوم السماوات والأرضين وأشهد أن محمدا عبده ورسوله وخيرته من خلقه أجمعين. اللهم صل على محمد وعلى آل محمد وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين وسلم تسليما كثيرا. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي وبعد. السلام عليكم ورحمة الله وبركاته. Tövhid kitabını və ona edilən qısa izahları oxumağa davam edirik. Və müəllif bu fəsildə tövhid kəlməsinin açıqlaması barədə söhbət açır. Artıq tövhid kəlməsini izah edən ayələr və hədislər yuxarıda qeyd edilmişdir. Sadəcə müəllif burada La ilahə illallah kəlməsini və tövhid, ha belə şirki rədd etmə kimi ona dəlalət edən şeyləri daha da aydın və ətraflı izah etməyi qəsd edir. Müəllif bu fəsildə tövhid kəlməsinin izahına dair 4 ayə və bir hədis qeyd edir. Müəllif rahimehullahu teala buyurur: Bəbu təfsir-i təvhid və şəhadəti ən la ilahə illallah. Tövhidin və la ilahə illallah şəhadətinin izahı fəsli. Və bu fəsildə müəllif ilk ayəni qeyd edir. Uca Allah buyurur: Ulaikəl-ləzīnə yəd'ūnə yəbtəğūnə ilə rabbihimul vəsilə. Onların yalvardıqları məbudların özləri də Rəbbinə hansı daha yaxın olacaq deyə vəsilə axtarır. Tövhid la ilahə illallah şəhadətinin mənasıdır. İbn Qasim Əl-Asimi rahimehullahu teala Tövhid kitabına haşiyəsində tövhid sözü ilə ibadət tövhidinin qəsd edildiyini qeyd etmişdir. Müəllif rahimehullahu teala burada bu ayəni qeyd edir. Ulaikəl-ləzīnə yəd'ūnə yəbtəğūnə ilə rabbihimul vəsilə. Daha sonra buyurur Əl-əyə. Müəllif bu fəsildə həmçinin digər fəsillərdə ayələri qeyd etdiyi zaman əksər vaxtlarda ayələrdə gələn əsas məqamları qeyd edir və bütün ayəni nəql etmir. Buna görə də ayəni gətirdikdən sonra əl-əyə deyə qeyd edir. Əl-əyə sözü isə bu məqamda daimə təsirlik halında, yəni mənsub gəlir və əl-əyətə deyə oxunur. Və onun mənası əkmilil əyətə deyə ifadə edilir. Yəni, ayəni tamamla. Yəni, əl-əyətə burada təsirlikdə olan məf'ulun bihi cümlə üzvü olaraq eyrab edilir. Onun feili isə cümlədən çıxarılıb. Onların yalvardıqları məbudların özləri də Rəbbinə hansı daha yaxın olacaq deyə vəsilə axtarır. Buxari İbn Məsuddan radiyallahu teala anhu rəvayət edir ki, bir dəstə insan, bir dəstə cinlərə ibadət edirdilər. Cinlər İslama gəldilər, bunlar isə öz dinlərindən əl çəkmədilər, yəni insanlar. Yəni bir qism insan bəzi cinlərə ibadət edirdilər. İbadət olunan cinlər İslama gəldilər, ancaq onlara ibadət edən adamlar həmin şirk dindən əl çəkmədilər.
Və ayədə qeyd olunanlar məhz ibadət olunan şəxslərdir. Uca Allah həmin ibadət olunanların Allaha vəsilə, yəni yaxınlıq axtardıqlarını xəbər verir. İbn Məsudun bu rəvayətində belə gəlir. Kənə nəsun minəl ins ya'budunə nəsən minəl cin. Bir dəstə insan, bir dəstə cinlərə ibadət edirdilər. Və dəstə sözü burada nəsun deyə ifadə edilir. Çünki ərəb dilində ən-nəs sözü istər insanlardan, istərsə də cinlərdən olan bir topluma, bir cəmaata aid edilir. İnsanlar ən-nəs, həmçinin cinlər də ən-nəs deyə adlanırlar. Çünki hər ikisi bir sözün eyni kökü olan ən-nəvs kəlməsinə aiddirlər. Ən-nəvs, əl-hərəkətu vəl-ittirab. Ən-nəvs kəlməsi isə hərəkət və tərpəniş deməkdir. Çünki həm insanlar, həm də cinlər hərəkət edir və yer üzünü dolaşırlar. Bunu Sə'ləb rahiməhullah qeyd etmişdir. Lakin İbn Teymiyyə və İbnül Qayyim bu məsələdə fərqli görüşdə olmuşlar. Səhih görüş isə odur ki, ins deyildikdə həm cinlərin fərdləri, həm də insanların fərdləri qəsd edilir. Ən-nəs deyildikdə isə cinlərin və insanların cəmaatları qəsd edilir və buna bir sıra ayələr, hədislər, naslar dəlalət edir. Bu ayədə gələn məbudlar barədə Sudey Əbu Salihdən, o da İbn Abbasdan rəvayət edib demişdir. Bunlar İsa, onun anası, Üzeyr, günəş və aydır. Yəni ayədə keçən məbudlar bunlardır. Mücahid rahiməhullah isə demişdir. İsa, Üzeyr və mələklərdir. Və Şeyxülislam rahiməhullah bu barədə buyurdu. Bütün bu sözlər doğrudur. Çünki bu ayə məbudu Allaha abid olan hər bir kimsəni, istər onlar mələklər, yaxud cinlər, yaxud insanlar olsun şamil edir. Sələf öz təfsirlərində ayədə qəsd olunan növü misal yöndən qeyd edirlər. Yəni İbn Teymiyyə demək istəyir ki, İsa, onun anası, Üzeyr, günəş, ay, cinlər hamısı Allaha yalvarır və Allahdan savayı dua edilirlər, ibadət olunurlar. Bununla da təfsirlərdə gələn fərqli sözlərdə ixtilafu tənəvvü, növlü fərqlilik var. Yəni buna növlü fərqlilik deyilir. İbn Teymiyyə Muqaddimət-i Usul-i Təfsir kitabında bunu qeyd edir və onun mənasını şərhdə bəyan edir. Və sonra İbn Teymiyyə misal çəkib deyir ki, məsələn bir tərcüməçidən çörək sözünün mənası barədə soruşulur və ona yuxanı, yaxud lavaşı göstərirlər. O isə cavabında, bəli, budur, deyir. Burada çörəyin özünə deyil, onun növünə işarə edilir. Onlar bununla hər hansı bir müəyyən növü qəsd etmirlər. Çünki ayə hər bir növü şamil edir. Bu ayə Allahdan qeyrisinə dua edən hər bir şəxsə ünvanlanır. Həmin bu çağırılan və dua edilən özü Allaha vəsilə axtarır, onun mərhəmətinə ümid edir və onun əzabından qorxur. Və daha sonra Şeyx Həməd buyurur ki, Ət-təvhidu huvə tərku mə aleyhil müşrikun min ibadətil mələikəti vəl-ənbiyai vəl-əvliyai vəs-salihin. Tövhid, mələklərə, peyğəmbərlərə, övliyalara və salih insanlara ibadət etməkdə öz əksini tapan müşriklərin yolunu tərk etmək anlamını daşıyır. Yəni tövhid Allahı ibadətdə təkləşdirməkdir və adicə tərk etmə deyil. O yalnız ibadətlə Allaha yönəlməyin müqabilində gələn tərk etməni ifadə edir. Çünki qəlblər təzim edəcəkləri və ilahiləşdirəcəkləri məbuda möhtacdırlar. Buna görə də qəlblər mələklərə, peyğəmbərlərə, övliyalara və salih insanlara ibadət etməkdən xali olacaqları zaman onları yalnız uca Allaha olan ibadət doldura bilər.
ayədə keçən vəsilə barədə də bir qədər açıqlama gətirmək yerinə düşərdi. Belə ki, Quran-ı Kərimdə vəsilə sözü 2 yerdə keçir. Birinci bu ayədə, yəni Əl-İsra surəsinin 57-ci ayəsində Ulaikəl-ləzīnə yəd'unə yəbtəğunə ilə rabbihimul vəsilə. Onların yalvardıqları məbudların özləri də Rəbbinə hansı daha yaxın olacaq deyə vəsilə axtarır. Və ikinci, Əl-Maidə surəsinin 35-ci ayəsində Yə əyyuhəl-ləzīnə əmənu ittaqullahə və bətəğu iləyhil vəsilətə və cahidu fi səbilihi ləalləkum tuflihun. Ey iman gətirənlər, Allahdan qorxun, ona yaxınlaşmaq üçün vəsilə axtarın və onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. Ancaq bir çox bidətçilər və müşriklər ayələrdə gələn vəsilə sözünü istədikləri məcraya yönətmişlər. Və bunu nəzərə alaraq bir sıra alimlərin, o cümlədən təfsirçilərin bu söz ətrafında yekdil olduqları görüşü qeyd etmək yerinə düşərdi. Çünki Allaha yaxınlıq axtarmaq olaraq izah edilən vəsilə bir çox bidət və şirk əhlinə görə insanın Allahla özü arasında Allahın İslam dinində haram etdiyi vasitələr tutmaqdır. Bu isə heç şübhəsiz ki, Allahın qadağan etdiyi şirkdir. Belə ki, vəsilə sözünün istilahi mənası Əl-vəsilətu hiyəlləti yutəvassalu bihə ilə təhsilil məqsud. Vəsilə, qəsd olunanı əldə etməyə yardımcı olan bir şeyə deyilir. İbn Abbas radiyallahu teala anhu ayələrdə keçən vəsilə sözü barədə demişdir. Əl-vəsilə hiyəl qurbə. Vəsilə Allaha yaxınlıqdır. Həmçinin Qatadə Əl-Maidə surəsində gələn ayəyə açıqlama gətirərək demişdir. Təqarrabu iləyhi bi ta'atihi vəl-əməli bimə yurdih. Yəni, Allaha itaət etməklə və onu razı salan şeylərə əməl etməklə ona yaxınlaşın. Ha belə bunu Mücahid, Əbu Vail, Həsənül Basri, Abdullah ibn Kuseyr, Sudey, İbn Zeyd və digər sələf alimləri demişlər. Təfsirçilər arasında da imamların dedikləri bu sözlər barədə heç bir ixtilafı yoxdur. Və İmam Şinqiti rahiməhullahu teala Advaul Bəyan kitabında bu barədə söhbət açıb deyir. Bil ki, alimlərin cümhuruna görə burada, yəni ayədə gələn vəsilə uca Allahın əmirlərinə tabi olub, onun qadağan etdiyi şeylərdən kənar durmaqla Allaha yaxınlıq axtarmaqdır. Bu da Peyğəmbərin sallallahu aleyhi və səlləm gətirdiyi dinə uyğun şəkildə və ixlasla olmalıdır. Çünki bu, Allahın razılığına və onun yanında olan dünya və axirət xeyir-bərəkətinə nail olmağa aparan yeganə yoldur. Vəsilə sözünün kökü bir şeyə yaxınlaşdıran və ona çatdıran yoldur. Bu da alimlərin icması ilə salih əməldir. Çünki vəsilə yalnız Allahın elçisinə tabi olmaqla olur. Buna əsasən deyiləcək ki, vəsilə sözündə olan mənanı bəyan edən ayələr çoxdur. Məsələn, Uca Allah buyurur, Peyğəmbər sizə nəyi verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Həmçinin buyurur, de, əgər Allahı sevirsinizsə, mənə tabi olun. Həmçinin buyurur, de, Allaha itaət edin və elçisinə itaət edin və digər ayələr. Bir qədər sonra İmam Şinqiti buyurur, Vəsilə sözü barədə doğru olan məna əksər alimlərin görüşüdür ki, vəsilə Peyğəmbərin gətirdiyi dinə uyğun ibadətdə ixlaslı olmaqla Allaha yaxınlaşmaqdır. İbn Abbasın təfsiri də buna daxildir. Çünki Allaha dua etmək və ehtiyacların təmin edilməsindən ötürü ona yalvarmaq ibadətin ən əzəmətli növlərindən biridir. O da Allahın razılığını və mərhəmətini qazanmaq üçün vəsilədir. Və daha sonra buyurur, bu araşdırma vasitəsilə sənə bəlli olur ki, təsavvuf iddiasında olan cahillərin bir çox mulhid davamçılarının iddia etməsi ki, ayədə gələn vəsilə deyildikdə insanla onun Rəbbi arasında vasitə olan şeyx qəsd edilir,
Bu halda bəlli olur ki, bu cahillik zülmətidir, körluqdur və açıq aydın zəlalətdir. Üstəlik, Allahın kitabını oyun oyuncağa çevirməkdir. Allahı buraxıb vasitələr tutmaq kafirlərin küfrünün təməlidir. Advaul Bəyan 2-ci cild 86-cı və 88-ci səhifələr. Və daha sonra müəllif digər ayəni qeyd edir. Uca Allah buyurur: وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِّمَّا تَعْبُدُونَ إِلَّا الَّذِي فَطَرَنِي. Bir zaman İbrahim öz atasına və qövmünə demişdir: Mən sizin ibadət etdiklərinizdən uzağam, yalnız məni yaradandan başqa. Və Şeyx Həməd bu ayənin izahını tərk edib, birbaşa növbəti ayənin izahına başlamışdı. Ola bilsin ki, həmin ayə fəslin axırında gələn hədisə məna baxımından uyğun gəldiyi, yəni küfr və onun əhlindən uzaq durmağı ifadə etdiyi səbəbilə, Şeyx bu ayənin izahını tərk etmişdi. Və növbəti ayənin izahına başlamışdı və Uca Allah müəllif qeyd edir ki, Uca Allah buyurur: İttəxəzu əhbərəhum və ruhbənəhum ərbəbən min dunilləh. Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini rəblər etdilər. Şeyx Həməd qeyd edir ki, ayədə keçən əl-əhbər alimlərdir, ər-ruhbən isə abidlərdir. Şeyx bunu qeyd etməklə tövhidlə bağlı olan mənanı bəyan etməyi qəsd etmişdir burada. Ayədə alimlər olaraq ifadə edilən əl-əhbar kəlməsi ərəb dilində hibr sözünə nisbət edilir. Hibr isə elmi yazan qələmin mürəkkəbinə deyilir. Həmçinin abidlər olaraq ifadə edilən ar-ruhbən sözü ərəb dilində ar-rahbə, yəni qorxu sözünə nisbət edilir. Çünki ibadət Allaha boyun əyməklə birləşib qorxunu şamil edir. Yəni insanlar Allahı buraxıb öz alimlərini və abidlərini rəblər etmişlər. Həmin adamlar Allahın halal etdiyi şeyləri haram etdiyi şeyləri halal etməkdə onlara tabi olmuşlar. Yəni bu baş keşişlərə və rahiblərə. Adi ibn Hatim radiyallahu teala anhu adlı səhabə Allahın elçisinin sallallahu aleyhi və səlləm huzuruna gəldiyi zaman onun bu ayəni oxuduğunu eşitdi və dedi: Ey Allahın elçisi, axı onlar həmin adamlara ibadət etməmişlər. Peyğəmbər sallallahu aleyhi və səlləm cavabında ona buyurdu: Xeyr. Onlar insanlara halalı haram, haramı isə halal etmişlər. İnsanlar da onlara bu işdə tabi olmuşlar. Bu da insanların onlara etdikləri ibadətdir. Hədisi İmam Əhməd və Tirmizi rəvayət etmişlər və Tirmizi hədisi həsən saymışdır. Şeyxülislam İbn Teymiyyə rahiməhullah bu ayənin mənası barədə demişdir. Alimlərini və abidlərini rəblər edənlər, yəni onlara Allahın haram etdiyi şeylərin halal edilməsində və Allahın halal etdiyi şeylərin haram edilməsində itaət edən şəxslər iki halda olurlar. Və burada iki halı qeyd edir. Birinci, onlar, yəni insanlar, həmin alimlərin və abidlərin Allahın dinini dəyişdiklərini bilir və buna rəğmən onlara bu işdə tabi olurlar və öz başçılarına tabiçilik yönündən Allahın haram etdiyi şeylərin halal etdiyi şeylərin isə haram olmasını etiqad edirlər. Eyni zamanda onlar Peyğəmbərin dininə müxalif olduqlarını bilirlər. Bu əməl insanı dindən çıxaran küfürdür. Allah və onun elçisi bunu şirk adlandırmışlar. Hətta onlar bu başçılara namaz qılıb onlara səcdə etməsələr belə, bu əməl onları dindən çıxarır. Bu halda dinə müxalif olaraq qeyrisinə tabi olan şəxs bunlar mislində müşrik olur. Çünki insan özünün dinə müxalif olduğunu bilir və dediyi sözün Allahın və elçisinin dediyi sözə
müxalif, zidd olduğunu etiqad edir. İkinci hal, insan haramın haram, halalın da halal olmasını etiqad edir və buna qəti inanır. Lakin Allaha şəhvətdən ötürü, yaxud digər səbəbdən ötürü asi olur və onlara itaat edir. Həmin şəxs günahkar olduğunu etiqad edib, bəzi günahlar edən müsəlman kimidir. Onlar özləri mislində olan günahkarlar hökmündədirlər. Peyğəmbərdən sallallahu aleyhi və səlləm sabit olan hədisdə belə gəlmişdir. İnnəməd da'atu fil ma'ruf. İtaət yalnız yaxşı işlərdə olur. İbn Teymiyyənin sözləri burada bitir. Və şərhçi qeyd edir ki, müəllif bu ayəni gətirməklə qeyd etmək istəmişdir ki, halalı haram, haramı isə halal etməkdə itaat etmək, Allahdan qeyrisinə edilməsi qadağan olan ibadətdir. Sonra müəllif növbəti ayəni qeyd edir. Uca Allah buyurur, وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللّٰهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللّٰهِ. İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. Müəllif buyurur ki, Uca Allah qeyd etmişdir ki, onlar Allaha tay tutduqlarını Allahı sevdikləri kimi sevirlər. Bu da onların Allahı böyük bir sevgi ilə sevdiklərinə dəlalət edir. Ancaq bu onları İslam'a daxil etməmişdir. Elə isə Allaha tay tutulanı Allahdan daha çox sevən şəxs necə olsun? Üstəlik, ancaq Allaha tay tutulanı sevən və Allahı sevməyən şəxs necə olsun? Bəlli olur ki, müşrik Allaha tay tutulanı sevmək məsələsində 3 halda olur. Birinci, Allaha tay tutulanı Allaha olan sevgidə bərabər tutur. İkinci, Allaha tay tutulanı Allahdan daha çox sevir və üçüncü, yalnız tay tutulanı sevir. Daha sonra şərhçi qeyd edir ki, müəllif burada qeyd etmək istəmişdir ki, tövhidin mənası tək və şəriksiz olan Allaha ibadəti ixlasla etməyi gərəkdirən sevginin özəyi ilə Allahı təkləşdirməkdir. Ayənin mənası isə ona aid edilən fəsildə izah ediləcək. Tövhidin gerçəyi qulun öz sevgisini Allaha təzim və ibadət olaraq yalnız Allaha aid etməsidir. Çünki insanın ibadəti yalnız qəlb Allahı sevəcəyi zaman xalis ona məxsus olacaq. Əslində Allaha sevginin bitəcəyi həddi və çərçivəsi yoxdur. Və bunu da Əbul-Farac İbn Rəcəb rahiməhullah qeyd etmişdir. Yəni, ibadətin ərkanları 3-dür. Sevgi, qorxu və ümid. Onlardan hər birinin ibadətin dayağı olmasına rəğmən, sevgi hədsiz olması, yəni hədsiz olması ilə digər ikisindən fərqlənir. Çünki qorxu və ümidin müəyyən həddi, çərçivəsi var. Və onda hər hansı bir şey artırılacağı zaman insan zəlalətə düşəcək. Allaha sevginin isə bitəcək bir həddi, hüdudu yoxdur. Və təbii ki, burada sevgisində sadiq olan insanlar qəsd edilir. Çünki bəzən sevgidə yalancı olan insan haramları özünə icazəli edir və halallaşdırır. Və bunu etməyə də onu dərin sevginin təşviq etdiyini iddia edir. Təbii ki, bu ayələr ona aid deyil və bu cür şəxs iddiasında yalancıdır. Və daha sonra müəllif bu fəsildə gələn yeganə hədisi qeyd edir. Belə ki, səhih hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Mən qalə la ilahə illallah və kəfərə bimə yu'bədu min dunillah harumə maluhu və dəmuh və hisabuhu aləllahi əzzə və cəl. Kim la ilahə illallah deyib, Allahdan qeyrisinə ibadət olunana küfr edərsə, onun malı və qanı haram olar. Onun sorğu-sualı isə Allahadır. Səhih hədisi
İmam Muslim rəvayət etmişdir. Və bu hədisdə gəlmişdir ki, kim la ilahe illallah deyərsə, yəni dili, qəlbi və bədən əzaları ilə deyərsə, yəni tələffüz edərək, etiqad edərək və onun tələblərinə uyğun əməl edərək deyərsə. Müəllif rahiməhullah deyir ki, bu la ilahe illallah kəlməsinin mənasını açıqlayan ən böyük şeydir. Çünki o, həmin kəlməni adicə olaraq dilə gətirməyi qanı və malı qoruyan amil etməmişdir. Üstəlik, tələffüzlə birgə onun mənasını bilməyi də qanı və malı qoruyan amil etməmişdir. Bundan əlavə, onu iqrar etməyi də həmçinin insanın yalnız Allaha dua etməsini də qoruyan amil etməmişdir. Çünki insanın qanı və malı qorunsun deyə buna, yəni qeyd olunanlara Allahdan qeyrisinə ibadət edilənə küfr etmək də əlavə edilməlidir. Əgər insan şübhə yaxud tərəddüd edərsə, onun malı və qanı qorunmaz. Yəni tövhidə əməl etmək və onu etiqad etmək kifayət deyil. Buna bir önəmli bir şey də əlavə edilməlidir. O da Allahdan qeyrisinə ibadət ediləni inkar etmək, ona küfr etməkdir. Və bəlli olur ki, insanın qanı və malı iki şeylə himayə edilir. Birinci, tövhidi iqrar etməklə, ikinci isə Allahdan qeyrisinə ibadət edilənə küfr etməklə. Bu hədis tövhidin tərifini bəyan edən ən gözəl hədislərdən biridir. Çünki o, Allaha ibadət etməyi və tağuta küfr etməyi ifadə edir. Və bəlli olur ki, tövhidin açıqlaması Allahı ibadətdə təkləşdirmək və küfr və onun əhlindən kənar durmaqdır. Küfrdən kənar durmaqsa, yəni əl-bəraə, üç şeylə olur. Birinci qəlb ilə, ikinci dil ilə, üçüncü isə bədən əzaları ilə. Küfrdən və onun əhlindən qəlb ilə kənar durmaq, küfr və onun əhlinə nifrət etməklə, onlara buğz etməklə və onların yox olmalarını arzu etməklə olur. Ha belə küfrün batilliyini etiqad etməklə və onu tərk etməklə olur. Qəlb ilə kənar durmaq budur və bu, hər bir müsəlmana fərz olan vacib bir şeydir. Həmçinin qəlb ilə küfrdən kənar durmaq heç bir halda tərk edilə bilməz. Çünki qəlbin ikrah edilməsi təsəvvür edilməzdir. Və bəllidir ki, qəlb əməli gizlidir. Küfrdən və onun əhlindən dillə kənar durmaq, Allahdan qeyrisinə edilən ibadətin batil olduğunu dilə gətirmək, kafirlərə nifrəti və onların ibadətlərinin batilliyini dilə gətirməkdir. İnsan bunu dillə deməlidir. Onun hökmü vacibdir və ikrah zamanı insanın üzərindən vacibliyi düşür. Üçüncü isə küfrdən və onun əhlindən bədən əzaları ilə kənar durmaqdır. Bu isə cihad, küfrü aradan götürmək və onlarla savaş vasitəsilə olur. Bu isə qüdrət və mənafe amilləri ilə bağlı olan məsələdir. Və buna dəlillər cihad barədə gələn bütün ayələrdir. Həmçinin küfr və onun əhlini tərk etmək, bədən əzaları ilə küfrdən kənar durmaq növündəndir. Və hədisin sonunda gəlmişdir ki, وَحِسَابُهُ عَلَى اللّٰهِ عَزَّ وَجَلٍ Onun sorğu-sualı isə Allahadır. Yəni, onun sorğu-sualını uca Allah öz öhdəsinə götürür. Əgər insan sadiq olsa, Allah onu cənnətlə mükafatlandırar. Əgər münafiq olsa, onu ağrılı-acılı əzabə düçar edər. Niyyətlər məsələsinə gəldikdə isə, hökm zahirə uyğun verilir. Əgər biri tövhidlə gəlib, zahirdə onu pozacaq heç bir şey etməsə və İslamın buyruqlarına əməl etsə, onu rahat buraxmaq vacib olacaq. Və daha sonra müəllif orada gələn məsələləri qeyd edib deyir ki, bu başlığın və ondan sonraki fəsillərin şərhində ən böyük və ən önəmli məsələ qeyd olunur. Yəni, tövhid və şəhadət kəlməsinin açıqlamasıdır. Yəni, bu başlıqdan sonra gələn fəsillərdə tövhid və la ilahe illallah şəhadəti onun ziddi bəyan edilməklə şərh edilir.
və artıq deyilmişdi ki, hər bir şey ziddi ilə bəlli olur. Buna görə də tövhidi bilmək üçün onun ziddin bilmək vacibdir, lazımdır. Və müəllif onu açıq-aydın məsələlər vasitəsilə qeyd edir. Belə ki, Əl-İsra surəsində gələn ayədə salih insanlara dua edən müşrikləri rəddiyə vardır. Həmçinin orada bunun böyük şirk olması bəyan edilir. Və Əl-Bəraə surəsində kitab əhlinin Allahı buraxıb baş keşişlərini və rahiblərini Rəblər etdiklərini bəyan etmişdir. Ha belə onların yalnız bir olan ilaha ibadət etməklə əmr olunmalarını bəyan etmişdir. Halbuki onun təfsiri alimlərə və abidlərə dua etmək deyil, sadəcə günah olan şeylərdə onlara itaat etməkdir. Həmçinin faydalardan biri İbrahimul Xalil aleyhissələm kafirlərə belə demişdir. Mən sizin ibadət etdiklərinizdən uzağam, yalnız məni yaradandan başqa. İbrahim Peyğəmbər məbudlar içində öz Rəbbini istisna etmişdi. Uca Allah qeyd etmişdi ki, bu düşmənçilik və bu dostluq La ilahə illallah şəhadətidir. Allah subhanahu və teala buyurur, o bunu La ilahə illallah kəlməsini öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar. Ha belə Uca Allah Əl-Bəqərə surəsində kafirlər barədə buyurur ki, onlar heç vaxt cəhənnəm odundan çıxa bilməyəcəklər. Çünki onlar Allahın buyurduğu ən əzəmətli şeyi, tövhidi tərk etmişlər. Bununla da bu fəsli bitirmiş oluruq. Uca Allahdan diləyim odur ki, Allah subhanahu və teala oxuduğumuz və dinlədiyimiz şeyləri bizlərə bərəkətli və faydalı etsin. Və subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyk.